Herbert Sheltonun Oruc elmi və incəlikləri adlı əsəri 20-ci əsrdə oruc mövzusuna həsr olunmuş ən geniş və ən iddialı tədqiqatlardan biri hesab olunur. Müəllif bu kitabda orucu nə dini rituallar çərçivəsində, nə də sadəcə arıqlama üsulu kimi təqdim edir. Shelton üçün oruc insan orqanizminin öz daxili qanunlarına uyğun şəkildə işləməsinə imkan yaradan, təbiətin bədənə verdiyi bir istirahət formasıdır. O, bu əsərdə oxucunu inandırmağa çalışır ki, sağlamlıq kənardan verilən dərmanlarla deyil, bədənin öz daxilində mövcud olan mexanizmlərin sərbəst buraxılması ilə bərpa olunur. Sheltonun fikrincə, insan bədəni təbiət tərəfindən elə qurulub ki, normal şəraitdə özünü qorumaq, təmizləmək və yeniləmək gücünə malikdir. Oruc elmi və incəlikləri əsəri boyunca müəllif dəfələrlə vurğulayır ki, xəstəliklər əksər hallarda bədənin düşməni deyil, onun kömək çağırışıdır. Orqanizm artıq yükləndikdə, xüsusilə həddindən artıq və uyğun olmayan qidalar qəbul etdikdə, bu yüklənməyə cavab olaraq simptomlar yaradır. Shelton üçün bu simptomlar ağrı, qızdırma, halsızlıq, iştahsızlıq və s. səhv mexanizm deyil, əksinə bədənin özünü qoruma cəhdidir. Kitabın əsas ideyalarından biri budur ki, müasir insan yeməyi həyatın təbii axınından çıxardıb, daimi və fasiləsiz bir prosesə çevirib. Shelton qeyd edir ki, təbiətdə heç bir canlı daim yemir. Heyvanlar instinktiv olaraq yeməyi dayandırmağı bacarır. Xəstə olduqda isə tamamilə qidadan imtina edir. İnsan isə bu instinkti itirib. Xəstə olduğu halda belə güc yığmaq adı altında yeməyə məcbur edilir. Shelton, Oruc elmi və incəlikləri əsərində bu yanaşmanı bədənin sağalma prosesinə qarşı zorakılıq kimi təsvir edir. Müəllifə görə oruc aclıq demək deyil. Aclıq bədənin ehtiyac duyduğu qidanı tapa bilməməsi vəziyyətidir. Oruc isə şuurlu, nəzarətli və məqsədli şəkildə qidanın dayandırılmasıdır. Shelton bu fərqi xüsusi olaraq vurğulayır və bildirir ki, oruc zamanı bədən panikaya düşmür. Əksinə, o illər boyu yığılıb qalmış ehtiyatlardan istifadə etməyə başlayır. Bu ehtiyatlar əsasən yağ toxumaları, artıq zülallar və funksiyasını itirmiş hüceyrələrdir. Sheltonun fikrincə, oruc bədəni zəiflətmir, əksinə onu lazımsız yüklərdən azad edir. Kitabda Shelton həzmi orqanizmin ən enerji tələb edən proseslərindən biri kimi təqdim edir. Daim yemək qəbul edildikdə, bədənin enerjisi fasiləsiz olaraq həzm sisteminə yönəlir. Bu isə digər sistemlərin, immunitetin, sinir sisteminin, toxumaların bərpasının kifayət qədər enerji ala bilməməsinə səbəb olur. Oruc zamanı isə bu enerji axını dəyişir. Həzm prosesi dayandığı üçün bədən öz diqqətini təmir və təmizləmə işlərinə yönəldir. Shelton yazır ki, bir çox insan oruc zamanı hiss edilən zəifliyi qorxu ilə qarşılayır. Halbuki müəllifə görə bu zəiflik bədənin çöküşü deyil, uyğunlaşma mərhələsidir. Bədən yeni enerji mənbələrinə keçid edir və bu keçid zamanı müvəqqəti narahatlıqlar baş verə bilər. Shelton bu vəziyyəti uzun müddət istifadə edilməmiş bir mexanizmin yenidən işə düşməsi ilə müqayisə edir. İlk anda səs-küy və müqavimət olur, lakin sistem sabitləşdikdən sonra daha səmərəli işləməyə başlayır. Oruc elmi və incəlikləri əsərində müəllif iştahsızlıq mövzusuna xüsusi yer ayırır. Shelton bildirir ki, iştahsızlıq xəstəlik əlaməti deyil, bədənin ağıllı reaksiyasıdır. Orqanizm enerji ehtiyacını müalicəyə yönəltmək istədikdə yeməyə maraq azalır. Bu vəziyyətdə yeməyə məcbur etmək, Sheltonun fikrincə, yanğın zamanı alovun üstünə benzin tökməyə bənzəyir. Bədən mübarizə aparmaq əvəzinə əlavə yük daşımalı olur. Shelton orucun mərhələlərini izah edərkən bədənin əvvəlcə asan əldə olunan enerji ehtiyatlarını istifadə etdiyini qeyd edir. İlk olaraq qaraciyərdə yığılan glikogen tükənir. Daha sonra yağ toxumaları parçalanmağa başlayır. Müəllifə görə bu mərhələdə bədən yalnız enerji əldə etmir, həm də illərlə yığılmış tullantılardan xilas olur. Shelton bu prosesi daxili sanitariya adlandırır və bildirir ki, təbiət heç bir şeyi təsadüfən yaratmayıb. Əsər boyunca Shelton müasir tibbin simptomlara yönəlmiş yanaşmasını tənqid edir.
Onun fikrincə ağrı kəsici ağrını aradan qaldırmır, sadəcə bədənin xəbərdarlıq siqnalını susdurur. Oruc isə bu siqnalları boğmur, əksinə onların səbəbini aradan qaldırmağa şərait yaradır. Müəllif burada dəfələrlə vurğulayır ki, məqsəd simptomu yox etmək deyil, bədənin niyə o simptomu yaratdığını anlamaqdır. Sheltonun baxışına görə sağlamlıq mübarizə tələb etmir. O yazır ki, insan bədəni düşmənlə döyüşən bir qala deyil, balans axtaran bir sistemdir. Oruc bu balansın bərpası üçün bir fürsətdir. Kitabda müəllif tez-tez istirahət anlayışına qayıdır və bildirir ki, bədənin ən çox ehtiyac duyduğu şey məhz budur. Yeməkdən, stimullardan, dərmanlardan, hətta həddindən artıq fəaliyyətdən istirahət. Kitabda Shelton tez-tez yanlış tətbiq olunan oruc anlayışını da tənqid edir. O bildirir ki, oruc öz başına və nəzarətsiz tətbiq edildikdə təhlükəli ola bilər. Oruc bədənə qarşı zorakılıq deyil, onunla əməkdaşlıqdır. Müəllif vurğulayır ki, məqsəd rekord qırmaq, gün saymaq və ya özünü sınağa çəkmək deyil. Məqsəd bədənə ehtiyacı olan fasiləni verməkdir. Shelton orucun bitirilmə mərhələsinə də xüsusi diqqət yetirir. Onun fikrincə, orucdan sonra yeməyə tələsmək bütün faydanı bir anda məhv edə bilər. Oruc elmi və incəlikləri əsərində o yazır ki, orucdan çıxış ən az orucun özü qədər diqqət tələb edir. Bədən yenidən qida qəbul etməyə alışmalı, bu proses tədricən və sadə qidalarla aparılmalıdır. Müəllif kitab boyunca bir fikrə sadiq qalır. Təbiət səhv etmir, insan səhv edir. Shelton hesab edir ki, sağlamlıq üçün mürəkkəb sistemlərə, bahalı preparatlara ehtiyac yoxdur. Əsas olan bədənin təbii ritmlərinə hörmət etməkdir. Oruc bu ritmlərin yenidən eşidilməsinə kömək edən vasitələrdən biridir. Müəllif həmçinin qeyd edir ki, oruc yalnız fiziki bədən üçün deyil, həm də zehni proseslər üçün faydalıdır. Düşüncələr daha aydın olur, diqqət artır və hisslər daha dərin təcrübə edilir. Shelton bunun səbəbini bədənin həzmə sərf etdiyi enerjinin azalması ilə izah edir. Daha az enerji həzm sisteminə gedəndə sinir sistemi və beynin digər funksiyaları daha optimal işləyir. Shelton oxucunu həm də sosial və mədəni təsirlərə qarşı diqqətli olmağa çağırır. İnsanların əksəriyyəti yeməyi sosial fəaliyyət, adət və gündəlik ritm kimi qəbul edir. Oruc edərkən bu sosial təzyiq və gözləntilər bəzən psixoloji narahatlığa səbəb olur. Shelton bunu normal qarşılayır və bildirir ki, bədən öz ehtiyaclarını prioritet olaraq qəbul etməlidir, sosial təzyiqə görə yox. Müəllifin əsas mesajı aydındır. Oruc nə müalicə, nə möcüzə, nə də fədakarlıq aktıdır. O, bədənin öz təbii qanunları ilə işləməsinə şərait yaradan vasitədir. Shelton yazır ki, bədən səhv etmir. Səhv edən insanın vərdişləri və müdaxilələridir. Oruc bu səhvləri düzəltmək, bədənin enerji balansını bərpa etmək, toksinləri xaric etmək, immun sistemi gücləndirmək və daxili harmoniyanı qaytarmaq üçün bir yoldur. Əsərdə orucun mərhələli və planlı tətbiqi vurğulanır. Bədəni hazırlamaq, suyu düzgün qəbul etmək, fiziki və psixoloji enerjini qorumaq, sosial təzyiqlərə baxmayaraq bədənin siqnallarına qulaq asmaq. Nəticə olaraq, oruc elmi və incəlikləri insanlara bədəninə etibar etməyi, səbirli olmağı və sağlamlıq üçün məsuliyyət götürməyi öyrədir. Oruc düzgün tətbiq olunduqda yalnız xəstəliklərin qarşısını almaqla kifayətlənmir, həm də həyat keyfiyyətini və daxili balansı yüksəldir. Sheltonun bu əsəri orucun həm elmi, həm də praktik aspektlərini hərtərəfli şəkildə oxucuya çatdıran bir rəhbərdir.